Bir dəfə evdə tək qalmışdım. Gecə saat artıq 12 idi. Hamı yatmışdı. Mən isə dərs hazırlayırdım. Birdən koridordan addım səsləri eşitdim. İlk əvvəl düşündüm ki, yəqin küləkdir. Amma səs getdikcə yaxınlaşmağa başladı. Qapının arxasında kimsə dayandığını hiss edirdim. Cəsarət edib qapını açanda 3 nöqtə. Heç kim yox idi. Amma döşəmədə yeni qoyulmuş kimi yaş ayaq izi vardı. O an qorxudan yerimdə donub qaldım. Nöqtə. Sonra bir dəfə də mamanın nənəsi ölmüşdü. Allah rəhmət eləsin. Mən də uşaq idim də ayrı yazılır. Başımı qatmaq üçün telefonda kinoya baxırdım. Sonra xalam qızları yanımda olardı, baxırdı. Birdən dedilər: "Nənəmin ruhu gəlib səni aparacaq." Nə bilim, onda uşaq idim. O anda gecə çöldə yağış yağırdı. Mən də dəli kimi çöldə qaçmışdım. O anda bir saatlıq itirmişdim. Mən ağacların alça ağacımız var idi oradan. Cümləvə diriyim. Tapıblar heç nə. Allah onların bəlasını verməsin. Yazıqdır. Ondan bəri bir an olaraq ağlımda qalıb. Elə bir qorxu hələ də var məndə. Cəmaət hekayəsini yazıb. Prosta o qədər səhv yazıblar ki. Hə. Mən belə anladım ki, sən nənəvin ruhundan qorxursan. Dəyərləri də aralı yazmamısan. Heç nə başa ChatGPT necədir? Hə, bu arada hamı yazıb ki, ChatGPT-dən şəpləyiblər. Nəysə, Yusif. Bir gün getmişdik babamgilə. Kənddə anamın babası rəhməti getmişdi. Allah rəhmət eləsin. Niyə hamımızın babası rəhməti gedir? Nəysə, getdik orada 2-3 gün qaldıq və o evdə ilk qalan gecə yata bilmirdim. Gecə 1 oldu, gözümü yumdum. Sonra gördüm ki, yerdə uzanıram. Durdum ayaq üstə. Təzədən getdim yerimə. Yarım saat keçdi, gördüm uzandığım yerdə fırlanmışam. Uzununa tərs çevrilmişəm. Durdum ayağa çıxdım çölə, çöldə qoz ağacı var idi. Saat da 3-4 olardı. Getdim oradakı qoz ağacının altında su gələn boru var idi. Əl üzümü yuyum getdim yudum qayıtmaq istəyəndə anamın babasını gördüm orada. Halbuki o rəhmətə getmişdi. Məni çağırdı. O kişi həmişə məni çox istəyirdi. Getmək istədiyim yanında iş orasıdır ki, qorxurdum. Dedim ölümlü dünyadır, nə olar olar. Getdim oturdum orada, birdən o yaxa çıxdı. Sonra yerimə getmək istəyəndə yerə yıxıldım. Elə orada da yatmışam. Səhər durdum ki, otağın içində həminki yerdə uzanıram. Evdəkilərdən soruturam. Mənim çölə çıxdığımı görmədiniz siz? Deyirlər, yox, nə vaxt çıxdın ki? Bəs yerə yıxılmağımı onda dedilər, yox, şoka düşdüm, mindim maşına, qayıtdım öz evimə, 5 gün sonra getdim ora, bu 2 ilin olanı da hələ də ağlımdan çıxmayıb. Hə, belə. Onda hələ ki bu iki hekayədən heç nə başa düşmədim. Niketi Fu kimdir? F3 nöqtənin hekayəsinə gedirik. Bir gün əmi oğlumla bir yerdə kənddə qalırdıq. Bu arada 3 dənə hekayənin üçü də ancaq kənddən gedir. Yəni Azərbaycanda şəhər, Bakı şəhərində anormal nə idi? Panormal heç nə yaşayan olmayıb deyəsən. Discordda şey heç açmışıq, sizin hekayələr. Orada hə şeyə girmişəm. Qadınlar.biz. Elimlə boşala bilmirim. Hə, niyə adına gedir amma? Panoramik. Heç nə demirəm, də ürəyimdə qalsın. Kənd və ruh. Nəsə uşaqlar, sən harda qalırsan? Mən uşaqlar pis yerlərdə qalıram. Cırılıram. Nəysə qulaq asın. Camaatın hekayəsindən məzələnməyin özdə. Və spam zad atmayın, canlı problem olmaq. İzah olmayan şeylərin izah. Bəli, bəli. Amerika, Los Angeles. Deməli uşaqlar, bir gün əmim oğlumla bir yerdə kənddə qalırdıq. Çöllükdə bir yer var idi. Birinci oranı yandırmaq istədi, sonra istəmədi. Amma düz qabaq-qabağa bir evin planı var idi orada. Oranı yandırdım. Mən həmin ərazidə tikan ilə dolu ilə başladı alışmağa, alov alışmağa güclü. Uşaqlar, siz cümlə qura bilmirsiniz. Allaha and olsun, yazılan 3 dənə şeyin üçündə də cümlədə nöqtə, vergül, məna, orta, bitiş, sağ, sol heç nə yoxdur. Nəysə, başladı alışmağa. Alov alışmağa güclü başlayanda biz 200-lə fitillədik kəndin o başına. Qığılcım səsləri ora qədər gəlirdi. Spiçkanı da həmin yerdə atdıq yerə. Sonra bizi bir xala gördü. Dedi oranı siz yandırdınız. Sizi qaçanda gördük, başqa heç kim yox idi.
Orada biz yox idik. Dedim, inanmadı. Hər görəndə də inanmır. Həmin hadisədə bu il mayın 27-si baş verib. Təzə vaxt. Tam bilmirəm vaxtı, amma təzə vaxt evdəkilər öyrəndə həmin yerdə samanlıq var imiş. Az qala yanacaqmış ora. Qonşular su ilə alovu söndürdülər. Həmin yerdə izində qalıb it kimi çırpdılar məni. Plus, həmin hadisədən sonra nə vaxt harasa yanır, bizdən şübhələnirlər. Bu indi qorxulu hekayəmi gedir, maraqlı hekayəmi gedir. Spitska kibrit. Ay sağ ol. Bu nə hekayədir? Hələ ki 3 hekayənin 3-ü də uşaqlar 0. Yəni inşallah maraqlı hekayə olacaq da bu günləri. Bir gün ailəm kənddə. Kənd, baba, nənə, ruh. Yəni bunlardan başqa heç bir hekayə yoxdur, hə deyəsən. Bir gün ailəm kənddən nənəmin yanına göndərmişdi. Həmin vaxtda babam bir ay əvvəl ölmüşdü. Nənəm məni demək olar ki, heç sevmirdi. Məni babamın otağına yolladı və dedi: "Orada yatarsan." Və mən yatırdım ki, birdən pəncərə tıqqıldayırdı. Elə bildim küləkdir. Sonra səs getdikcə daha çoxaldı və mən dözə bilməyib pəncərəyə baxdım. Və həyətdə bir nəfər var idi. Arxası çönük mənə həyətə düşüb getdim baxmağa. Elə bildim nənəmdir. Mən o arvadı yaxınlaşmaq istəyəndə nənəm arxadan əlini qoldu çiynimə və dedi: "Niyə durubsan? Get yat." Yatdım. Sabah oldu. Falan. Təzədən yatmaq istəyəndə yenə eyni şeylər olmağa başladı. Və mən yenə getdim tam çatmışdım ki, arabada birdən çuxura düşdüm və huşumu itirdim. Bir də gözümü açanda xəstəxanada olduğumu gördüm. Ailəm də oradaydı. Və mən onların hamısını danışdım. Ailəmə. Ailəm sadəcə susub baxırdılar. Axırda anam dedi ki, nənən əvvəl bizim uşaq olmayanda cadu işləri ilə məşğul idi. Və sonra sən oldun. Deyəsən nənən həmin vaxtı səni hansısa cindən istəmişdi. Və həmin cin səni bizdən almaq istəyir. Mən də şok oldum, inanmaq istəmirdim, amma bəlkə də həqiqi idi. Babam da öz otağında özünü asmışdı. Hardasa, hardasa, hardasa. Yəni, əgər osturaq söhbət deyilsə, qəşəngdir, yaxşıdır. Nəsə olur. Gedən yeri var. Yəni, ehmalca. Getdik TT-yə. TT deyəsəm fan səhifəsidə, hə? Şəkilə bax hələ. Deməli uşaqlar. Kucha konsepti oyun konseptindən necə girəcəyik? Sarı nesildə oyunlara giririk müdür. Uşaqlar oyunlara hardasa bir yəqin ki bir 30 dəqiqə zada başlayarıq da Allahın izni inşallah. Mən şeyi gözləyirəm. Bir dənə yemək zakaz eləmişik uşaqlar. 70 dəqiqə. Burat nə qədər qalıb yeməyin gəlməyinə? 70 dəqiqə əvvəl sifariş vermişik ya bu arada yeməyi. Fırlanır. Gözəl. Gözəl. Okey. Deməli uşaqlar, nə qəşəng oxuyursan təxmin? Təşəkkür edirəm, var olasınız. Canım ay təmin. Dünyanın axırına qalırsınız da. Eybi yox. Nəysə. Atasını yandıran oğul var idi. Zirə bağlarında. O söhbət bizim bağ evinin qabağında yeni il gecəsi idi deyəsəm. O gün olmuşdu ki, 3 gün yanlı vəziyyətdə qalmışdı Səndən orada. səhərə qədər sexting eləyəcəm. Ay yenə çıxdı. Üzr istəyirəm. Sexting söyüşdür uşaqlar bu arada bir fəlsəfədir. Azəl öpürəm sənin baldırından. Tamam durmuş olsun. İstəyən çata spoiler ver onların istədiyi kimi falan filan. Həll eləyəcəm bro. Səbr elə. Başqa kim kəndə gedib babası önünə nəsə ölüb. Mən buradan orada daha tez satardım. Allah haqqı hə, bax Quranan olsun hə. Yəni uşaqlar 80 dəqiqə harca 1 saat yarımda yemək hələ yoldadır da yəni. Təbii mənim yazdığımı tez cavab yaz, həm çatı nömrə batmayım da mənə dedi. Sakit dur. Nəysə. 3 gün yanılı vəziyyətdə qalmışdı orada. Heç kimin ruhu inciməmişdi. 3 gün sonra polislər gəldi, töküldü ora. Öldürən oğlu falan da dayanmışdı. Orada elə bil bunun heç nə xəbəri yoxdur. Onun cübatından atamı da aparmışdılar ki, yaxınsınız, necə görməmişsiniz. Onda da mən ərgən bir mal olduğum üçün evdən qaçmışdım. Elə bilirdim atamı buraxacaqlar. Gəlib məni tapacaq, sonra gedəcəyik evə. Yan məhəllədəki əmimgilə getmişdim. Heç çox dayanmadan səhər 9-da qaçdım, axşam 8-də qayıtdım. Onsuz da əmimgil gəlim demişdi bizdədir, narahat olmayın. Səhərsi gün əmim oğlu çox sərəf
şərəfsiz uşaqdır. 3 dənə ərgəni, mən və 2 qardaşım yığıb aparmışdı ora ki, sümükləri hələ də ordadır, gedək baxaq. Biz də getdik sırtıq kimi içəridə əmim gizlənmişdi. Girən kimi qorxutdu bizi. 3 gün yeməyi içmədən kəsilmişdim. Qorxudan atamı da çox saxlamamışdılar. Həmin gün axşam qayıtmışdı. Siz deyəsən heç vaxt paranormal hadisələr yaşamamısınız? Tanıdın məni? Tanımadım Əsmər. Nəs oy, bula Leyla, neynirsən sən? Təmin Aycan. Olacaq Türkan, səbr elə. Olacaq. Səbr elə. Ya Allahın adı. Bu hadisə keçən il oktyabr-noyabr aylarında olmuşdu. 10-cu sinifdə oxuyurdum. Hazırlıqdan çıxanda saat 9-a yaxın idi. Küçələr artıq boşalmışdı. Amma qəribə bir sakitlik yox idi. Sanki hava tıncıxmışdı. Bir qəribəlik var idi. Həmişə gəldiyim yol idi, amma o gün nəsə fərqli idi. Küçənin başında bir kölgə dayanmışdı. Küçənin yanında başqa bir kölgə dayanmışdı. İlk əvvəl fikir vermədim, amma ikinci dəfə baxanda gördüm ki, o adam mənə baxır. Addımlarını tezləşdirdim. Naşnik taxdım ki, qulağıma fikrim yayınsın, amma qorxudan qulaq asa bilmirdim mahnıya. Ürəyim möhkəm döyünürdü. Arxamca gəlirdi. Bunu hiss edirdim. Dönüb baxmağa qorxurdum, amma addımlarım səsi artmışdı. Nəfəsim daralırdı. Ölürdüm orada. Ağlıma heç də gəlmirdi. Bir evin yanından keçəndə birdən addımlar kəsildi. O an dönüb baxdım, heç kim yox idi, amma hiss edirdim ki, orada elə bir baxırdı mənə ağacın arxasından. Ya da bir maşın kölgəsindən o gecə evə çatanda titrəyirdim. Heç kim heç nə deyə bilmədim. Çünki mən də anlamırdım. Bu real idi, yoxsa hər həftə coğrafiyaya gedəndə eyni şeylər təkrarlanırdı, eyni kölgə. Allah sizin Allaha and olsun deyirəm, sizin cümlə qurma qabiliyyətiniz yoxdur uşaqlar. Qurana and olsun cümlə qura bilmirsiniz. Bu harda başlayır, harda bitir cümlə? Heç kim yox idi, amma hiss edirdim ki, orada elə bir mənə baxırdı. Ağacın arxasında ya da bir maşın kölgəsindən o gecə evə çatanda titrəyirdim ki, heç kim heç nə deyə bilmədim. Çünki mən anlamırdım bu real idi, yoxsa amma hər həftə coğrafiya girəndə eyni şey təkrarlanırdı. Eyni kölgə, eyni göz zillənməsi. Mən artıq qorxudan tək çıxmırdım. Bir gün onu bir tez aydın gördüm və həmin coğrafiyaya getmədim. Cümlə burada qurtardı. Bildin cümləni bir dənə baxın, cümlə burada qurtardı. O gün coğrafiyaya getmədim. Daş düşəydi başıma. Ağlıma hər gələn gedirəm, ürəyimdə nəsə deyirəm ki, çıxma evdən və ya nəsə hazırlaş. Bizim hazırlıq da 9-11 olurdu ya da 7-9-a. Gec saat 9-da pəncərədən baxanda heç nə başında o gün bunu oxumayacağam. Allahın olsun heç nə yaza bilmirsiniz. Dünən gecə saat 3-də yaxın yata bilmirdim. Evdə hamı yatmışdı. Hər yer tam sakit idi. Birdən dəhlizdə çox yüngül bir adam səsi gəldi. Elə bir çılpaq ayaq döşəmənin üstündə sürüşürdü. Düşündüm ki, yəqin pişiyimizdir. Amma yanımdakı akşam pişiyi qohumlara aparmışdıq. Səs təkcə bir dəfə gəlmədi. Addımlar qapıma yaxınlaşdıqca daha da aydın eşidilirdi. Qapının qarşısında dayananda səs kəsildi. Elə bir qulaq asırdı. Nöqtə. Nəfəs almadan. Telefonun işığı yandırdı, qapıya tərəf tutdum. Kölgə yox idi. Hər şey adi görünürdü. Elə sakitcə dinləyəndə qəfil qapının dəstəsi tərpəndi. Bir dəfə, sonra bir dəfə də. Elə bil kimsə əli soyuq-soyuq dəstəni ayağı basırdı. Aşağı basırdı. Donub qalmışdım, səs çıxara bilmirdim. Cəsarət edib kimdir deyə pısıldadım. Dəstə tərpəyə dayandırdı. Amma qapının altından bir nəfəs səs gəldi. Tam qaranlıqdan sanki kimsə yerdə uzanıb qulaq asırmış kimi. 5 saniyə sonra hər şey bir anda yox oldu. Addım səsi də olmadı, nəfəs də. Qapına cana dəhliz bomboş idi. Nə pəncərə açıq idi, nə də iz. Amma ən pis hissəsi nə oldu bilirsən? Səhər duranda qapının dəstəsində dəqiq bir barmaq izi var idi. Bizim evdə heç kim o boyda əl izi olan adam deyil. Yaşadığım ən qorxunc olayı danışıram. Bir gün anam toya getmişdi, mən evdə qaldım. Axşam Resik qapıda öldü, getdim açmağa gördüm anam yemək gətirməyib. Bundan qorxunc varsa nə dinləyim dayı?
Səhər yuxudan durdum, açdım xaladeniki gördüm paltar yoxdur. Getdim Moykaya paltar aldım. Yolda gələndə maşın vurdu, paltarlar öldü. Getdik polis mərkəzinə paltarlara əməliyyat elədilər. Paltarlar dirildi, basdırdıq qəbristanlığa. Evə gəldim, açdım pəncərəni, girdim evə, çıxdım televizorun üstündə yatdım. Səhər durdum, gördüm xaladenikinin içindəyəm. Durdum, getdim qonşunun evindəki divarını döydüm. Açdı pəncərəni, girdim evə, kalbas çörək verdi. Mən yedim, açdım pəncərəni, çıxdım çölə, telefonu geydim, şalvarı qoydum telefonun cibinə. Gəldim, məktəb direktoru gəldi, yerlər süpürdü. Müəllim dərsdən qaçmaq istəyirdi, icazə vermədim. Pəncərədən tullanda öldü, qoydu xaladenika. Artıq Xəzər dənizə gəldim, Arazı marketdə uzandım. Marojin olan xaladenikinin içində yatdım. Qaqay salam. Günlərin bir günü babamla kənddə oturmuşdu. Deməli bir sürü inək, qoyun falan var idi. Biraz da qısa hekayədir. Hər nəsə babam dedi ki, get sürünü bu tərəfə gətir. Havada səhər yaxın 6-7 yay vaxtı mən də elədim. Gedib sürünü bu tərəfə gələndə çoldan bir neçə fış-fış səs gəldi. Mən də maraqdan getdim. Sonra orada çatanda bir kəllə sümüyü gördüm. Bu hansısa heyvan sümüyü deyil böyük ehtimal. Hansısa heyvan. Yox, amma insan da deyil. İnsanın bu boyda göz nöqtələri olmuş uşaqlar. İnsan sümüyü deyil. İnsan sümüyün belə olmur uşaqlar. Heyvanlı prosta hansı heyvan sümüyüdür bu?